Yusuf quyuda bütün gecəni atasını düşündü. Görəsən, atamın halı necədir? Mənsiz nə edir? Bu kimi fikirlər Yusufun kövrək qəlbini sıxdı. O quyunun dibində, tənhalıqda bütün gecəni Allaha dua elədi. Onun səsini Allahdan başqa heç kəs eşitmirdi. Bir müddət sonra Yusufun qulağına səs gəldi. Səs get-gedə yaxınlaşırdı. Yusuf addım səslərindən və it hürüşməsindən anladı ki, quyuya kərvan yaxınlaşır. O rahat nəfəs aldı. Üzünə nicat qapısı açıldığını anladı. Dəvə kərvanı gəlib quyunun yanında dayandı. Kərvanbaşı hündürdən Qulam, quyudan biraz su çıxar, içək. deyə səsləndi. Qulam dolçanı suya sallayan kimi Yusuf onun ipindən yapışdı. Qulam dolçanın ağır qalxdığını görəndə diqqətlə quyunun dibinə baxdı. Yusufu görüb heyrətləndi. Ətrafındakıları köməyə çağırdı. Birlikdə Yusufu quyudan çıxardılar. Onu kərvana qoyub Misrə yola düşdülər. Misrə çatan kimi Yusufu qul bazarına gətirdilər. Varlılara məxsus geyimli bir adam ona yaxınlaşdı. Bu Misir padşahının vəziri idi. Yusufun çox yaraşıqlı olması onu heyrətə salmışdı. Vəzir Yusufu satın alıb evinə gətirdi. O Yusufu öz xanımına göstərib. Bu çox ağıllı və dürüst bir oğlana oxşayır. Onu övladlığa götürək. Böyüyüb bizə fayda verər. Dedi. Vəzirin xanımı Yusufa görə həyat yoldaşına təşəkkür etdi. Yusuf artıq sevgi və güvən dolu bir sarayda yaşayırdı. Beləcə günlər gəlib keçirdi. Böyüdükcə Yusuf daha da yaraşıqlı olurdu. Onu görən hər kəs xarici görkəminə heyran olurdu. Yusuf həm də çox əxlaqlı bir gənc idi.